İndi isə Folklor İnstitutunun şöbə müdürü, filologiya müəllim namizədi Fidan xanım Qasımovaya söz verir. Təşəkkür edirəm mənə söz verdiyinizə görə. Ancaq çox üzr istəyirəm, bir düzəltmə deyim. Şöbə biz Sadə xanımla konferansda tanış olduq. Təsadüfən Türkiyədə bir beynəlxalq konferans təşkil olunmuşdu və mən bu gözəl xanımı orada tanıdım. Və həqiqətən də biz başqa bir ölkədə, başqa bir dövlətə gedəndə, oradan beynəlxalq tədbirlərdə iştirak elədiyimiz zaman biz ora sadəcə biz özümüz olaraq getmirik, biz ora Azərbaycan olaraq gedirik. Və mən orada Sadə xanımın, əsl Azərbaycan xanımının gözəlliyini, birinci növbədə elmini, əxlaqını, savadını, mən onu necə deyim, hər tərəfli mən orada tanış oldum Sadə xanımla və onu dinlədim. Dinlədikdən sonra bizim orada fasilələr müddətində söhbətlərimiz oldu və mən bu xanıma həqiqətən burada deyilən sözləri onun hələ bəlkə də az deyildi onun haqqında və mən həqiqətən böyük hörmətim var Sadə xanıma. Eyni zamanda da burada tək Sadə xanım deyil, burada eyni zamanda 3 xanımın dedikcə tədbiridir. Burada Mənzər xanım var, Zakirə xanım var. Zakirə xanımdan çox elə geniş tanışlığımız olmasa da və burada da onun əlbəttə ki, əsl Azərbaycan xanımı kimi onun da böyük əməyi var. Eyni zamanda Mənzər xanım. Mənzər xanımı da mən bizdə qızı işləyir Şəhla xanım və onun vasitəsilə tanıdım. Və tanıdım, onun qələminə də bələdəm, onun ziyalı xanım olmağına da bələdəm və bədii yaradıcılığına da. Və mən hər 3 xanım haqqında deyilən sözlər həqiqətən yerindədir. Yenə də bəlkə də azdır və onları ürəkdən təbrik edirəm. İnşallah bundan sonraki elmi fəaliyyətlərində də, ailə həyatlarında da uğurları bol olsun, canları sağlam olsun və hər 3 xanımı tanıdığıma görə də çox şadam. Və mənə söz verdiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Orada əyləşənlərin olduqca böyük əksəriyyəti